Salam uşaqlar, hər vaxtınız xeyir. 2021-ci il iyunun 2-sində keçirilən 9 illik imtahan suallarına baxırıq. Birinci sual. Demək, oturacağı AC olan bərabər yanlı üçbucağın, bir dənə bərabər yanlı üçbucaq çəkirik. Oturacağı AC, ABC üçbucağının A bucağından çıxan AD şüası onu 16 və 34 dərəcəli iki bucağa ayırır. 16 və 34 dərəcəli iki bucağa ayırır. ABC bucağının dərəcə ölçüsünü soruşur. ABC. Uşaqlar, buranın dərəcə ölçüsünü soruşur. Bərabər yanlı üçbucaqdan söhbət getdiyinə görə bu bucaq bütövlükdə olur 50 dərəcə. O zaman burada 50 dərəcə olur. 50, 50, 100. O zaman təpə bucaq üçün qalır 80 dərəcə. Doğru cavab D variantı. İkinci sualda 40 və 50-nin əbubu soruşulur. 40 və 50-nin ortaq vuruğu, ortaq böləni daha doğrusu 10-dur. Doğru cavab D variantı. 40 ilə 50-nin sadə vuruqlarını ayırıb da tapa bilərik. Amma bu baxan kimi görsənir ki 10 olduğu. Üçüncü sualda DY şüası CDF bucağının tənböləni olarsa, DY şüası CDF bucağının tənbölənidir. Yəni burada alfadır, burada alfadır. FDY 70 dərəcədir. FDY bura 70 dərəcədirsə, avtomatik buranın da 70 dərəcə olduğunu görürük. BCY bucağını tapın deyir. BCY yəqin ki, burada BCD bucağını istəyər. Çünki BCY bucağı görünür ki, 180 dərəcədir. BCD bucağı olar burada. Bura əgər 140 dərəcədirsə, 140, burada olacaq 140 dərəcə. Çünki çarpaz bucaqlardır. Amma burada 140 dərəcə də yoxdur cavablarda. FDY 70 dərəcə, BCY. Bəlkə DCY. Aha, DCY bucağı soruşula bilər. DCY. O da 140, bura 40 dərəcə olar. Yəni, demək istəyə biləcəyi bütün bucaqlar dediyim o variantlarda yoxdur. Bəsit bir şəkildir. Şəkillə tapmaq çox rahatdır əslində. Amma yəqin ki, burada nəsə sualın qoyuluşunda yanlışlıq var. Keçək dördüncü sual. Tənlik həlliliyindir. 6x 15x-in yanına gəlir. 15x çıxılsın 6x bərabərdir 36. Olacaq 9x bərabərdir 36. Buradan x-i tapacağıq 4. Y variantı doğru cavab. Kater çayın axını istiqamətinin sürəti bu qədər, axına qarşı bu qədər, çayın axma sürətini tapın deyir. Uşaqlar, çayın sürətini tapmaq üçün axın ilə sürətdən axına qarşı sürəti çıxıb 2-yə bölmək lazımdır. Çayın axma sürətinin düsturudur bu. 20,8-dən çıxırıq 16,2-ni bölürük 2-yə. O da eləyir 4,6 böl 2, 2,3. B variantı. Tərəfi 6 olan kvadratın sahəsi tərəfi 30 olan kvadratın sahəsindən neçə dəfə böyüdür? Tərəfi 6 olan kvadratın sahəsi uşaqlar A kvadrat, yəni 36. Tərəfi 30 olan kvadratın sahəsi isə 900-dür. 36 900-dən tərəfi 30 olan kvadratın sahəsindən neçə dəfə böyüdür? Əslində neçə dəfə kiçikdir olmalıydı burada. 900-ü bölürük 36-ya. 900-ü də 36-ya böləndə 25 alacağıq. Doğru cavab C variantı. Yaxud da belə də eləyə bilərik. 30-u 6-ya bölüb 5. Sonra o aldığımız cavabı kvadrata yüksəldə bilərik. Gəlirik 7-ci sualımız. Həll eləmək üçün x bölü 4 kiçikdir mənfi 4 çarpaz vururuq. X kiçikdir mənfi 4, 4-ə vururuq mənfi 16. X mənfi 16-dan kiçik olan ən böyük ədəd yox, mənfi 17 kiçik ədəd deyir. Mənfi 16-dan kiçik, mənfi 17. A parametrin hansı qiymətinə funksiyanın qrafiki nöqtəsindən keçir? Nöqtəni gətirib x və y-in yerinə qoyuruq. A vurulsun 1, üstə gəlinsin 4 vurulsun 2 bərabərdir 11. A plus 8 bərabərdir 11. Buradan da A-nın 3 olduğunu tapırıq. A variantı. Müsabiqədə 50 nəfər iştirakçı var. Baba Həsənin sıra nömrəsinin 7-yə bölünən tək ədəd olması hadisəsinin ehtimalını. 50 nəfər iştirakçı varsa uşaqlar, ümumi hallarımızın sayı 50. Bəs əlverişli hallarımız 7-yə bölünən tək ədəd. 7-yə bölünən tək ədədlər hansı ədədlərdir? 7-yə bölünən tək ədəd. 2 rəqəmli və ya 1 rəqəmli demir, xeyr. 7, 14-ə ötürdük 21, 21-dən sonra 28 gəlir 7-yə bölünən, 28-i götürmürük 35, 35-dən sonra 7-yə bölünən 42 gəlir, 42-ni götürmürük 49. 1, 2, 3, 4, 50-də 4, 2-yə vururam, bunu da 2-yə vururam, 8, 0 tam %8 doğru cavab C variantı.
Tam səthinin sahəsi 150 kvadrat santimetr olan kubun oturacağının diaqonalını tapın. Uşaqlar, tam səthinin sahəsi 6a kvadrat düsturu ilə tapılır. Kub 150-dir. Buradan a kvadrat bərabərdir. 150-ni bölürəm 6-ya 30. Yox, daha doğrusu üzülürsən. 150-ni 6-ya bölürəm 25. Buradan a-nı tapırıq 5. Kubun oturacağının diaqonalı da a kök altında 2 düsturu ilə tapılır. O da olur 5 kök altında 2. A variantı. ABC üçbucağında deməli verilib. Nə verilib? MN 12-dir. BC 15-dir. AC 18-dir. BC bütöv nədir? 15-dir. O zaman mən bura x, burada 15 minus x yaza bilərəm. Amma bura lazım deyil mənə. Nisbət olaraq bu üçbucaq bu üçbucağa oxşardı. Ona görə 12-nin 18-ə olan nisbəti x-in böyük tərəfə 15-ə olan nisbətinə bərabərdir. Çarpaz vursaq buradan 18x bərabər olacaq 12 vur 15-ə. Yəni 12-ni 15-ə vursaq 180. X da bərabər olacaq 10-a. BN parçasının uzunluğu olacaq 10. 120 ədədi 2, 3 və 5 ədədlərlə düz mütənasib hissələrlə bölünmüşdür. Böyük ədədi tapın. Yəni 2K plus 3K plus 5K bərabərdir 120. 10K bərabərdir 120. K da bərabərdir 12. Böyük ədəd 5K olduğuna görə 5-i vururuq 12-yə 60. 13-cü sual. A, B fərqi çoxluğunun daxilinin tam ədədlərin cəmini tapın. Uşaqlar, A çoxluğunun elementləri -4, -3, -2, -1, 0, 1, 2, 3, 4'dür. 3-dən 9-a qədər olan elementləri isə 3, 4, 5, 6, 7, 8, 9. Deyək ki, A-dan B-ni çıxın. Yəni 3-ü çıxıram və 4-ü çıxıram. Geriyə qalır tam ədədlərin cəmini. Geriyə qalır, baxın, buradakı ədədlər. Bunların da cəmi deməli 2 ilə 2 gedir, 1 ilə 1 gedir, -4, -3, -7. Keçək 14-cü suala. Düzbucaqlının diaqonalı 2 kök altında 13 olarsa, baxın, düzbucaqlı çəkirik bir dənə. Diaqonal 2 kök altında 13. Bura 2 kök altında 13. Bir tərəfi 4. Onun perimetrini. Digər tərəfi tapmaq üçün Pifagordan istifadə edirik. 2 kök altında 13-ün kvadratı 4 vur 13. 52. 4-ün kvadratı 16. Çıxırıq, qalır 36. Yəni bura olur 6. 4, 6. Perimetrini soruşur. 2 vurulsun 4 plus 6. Bu da verir bizə 20-ni. B variantı. İfadənin ən kiçik qiymətini tapın deyir. İfadənin ən kiçik qiyməti n ilə tapılır. 4ac çıx b kvadrat bölünsün 4a bərabərdir. 4 vurulsun 2 vurulsun 5 çıxılsın b -4'dür kvadratı 16. 4a a'mız da 2'dir. 8 40 40'dan 16 çıxanda 24. 24'ü 8'e bölürük 3. Doğru cavabımız 3. Nöqtələri arasındakı məsafənin 3 mislini tapın. 2 nöqtə arasındakı məsafə düsturundan istifadə edirik. Kök altında x2 çıxılsın x1'in kvadratı plus y2 çıxılsın y1'in kvadratı bərabərdir. Kök altında 5'dən 2 çıxıram 3 kvadratı 9. 11'dən 7 çıxıram 4 kvadratı 16. 25 kökdən də çölə çıxır 5. 5'in 3 mislini soruşur 15. İfadənin qiymətini tapın. Surətə sadələşdirək. X kvadrat minus 2xy plus y kvadrat plus 4xy. Məxrəcdə də 2x plus, əslində 2 vurulsun x plus y yaza bilərik. 2-ni ortaq vuruq olaraq çıxardıb. Bərabərdir. Surəti sadələşdirən uşaqlar -2xy müsbət 4xy. Bu eləyir x kvadrat üstə gəl 2xy üstə gəl y kvadrat. Bu özü də x plus y-in kvadratıdır. Düsturdur. X plus y-in mötərizə kənarı kvadratı. Aşağıda da 2 vurulsun x plus y var. Bunlar ixtisar gedir biri. Yuxarıda qalır x plus y bölünsün 2. X ilə y-in cəmi 0,65'in üzərinə 0,35 gələndə 1. 1'i də bölürük 2'yə. 1 böl 2. Yəni 0,5.
İfadəni vuruqlara ayırmaqdan ötürü ilk ikisini qruplaşdırıb 16-nı mötərizə xaricinə çıxartsaq x çıx y. Bunların ikisindən də mənfi x kvadratını mötərizə xaricinə çıxartsaq qalacaq x minus y. Daha sonra x minus y hər ikisində var. X minus y-i çıxardırıq. Digər mötərizədə qalır 16 çıx x-in kvadratı. O da vuruqlara ayrılır. 4 çıx x, 4 üstəgəl x kimi. Bu da harada var? Y variantında. Tənliyi həll eləyin. Həll eləmək üçün 2003x bərabərdir. 1003 ilə 1000-i toplayıram, verir bizə 2003-ü. X da taparkən 2003-ü 2003-ə bölürük. Doğru cavab 1. Tayfun təklikdə bir işi 8 saata, Murad ilə birlikdə 6 saata yerinə yetirir. Murad bu işi təklikdə neçə saata yerinə yetirər? Uşaqlar, Tayfun işi təklikdə 8 saata yerinə yetirir. Təklikdə. Murad təklikdə neçə saata yerinə yetirir? X saata. Ona görə x-da 1 yazırıq. Bəs birlikdə neçə saata yerinə yetirirlər? 6 saata. 1 saata da 6-da 1. İş məsələləri 1 saata həll olunan hissə ilə götürülür. Yəni bütöv bir işi 8 saata həll eləyirsə, 1 saata 8-də 1 hissəsini həll eləyəcək. İndi buradan həll eləmək üçün 1 bölü x-i tapmaq üçün 6-da 1-dən 8-də 1-i çıxmaq lazımdır. 6-da 1-dən 8-də 1-i çıxanda qalacaq 24-də 1. X da bərabər olacaq buradan 24-ə. Doğru cavabımız Y variantı. 21-ci sual. Bərabərsizliyin doğru olması üçün uşaqlar 9-da 7, 9-da 4, təbii ki 9-da 7 böyükdür. Doğru cavabımız D variantı. AC böl B. AC kök altında 26, yəni belə eləyək də, elə bil ki kök altında AC eyni kökdədirlər deyə 26 vur 13 yaza bilərik. Məxrəcdə də kök altında 2. Bir kökün altında yazmaq olar bunu. 26 vur 13 böl 2. 26 ilə 2 ixtisar gedir, qalır 13. 13 vur 13-dən də kökdən çölə tək 13 çıxacaq. 23-cü sual. AB və AC toxunanları üçün bu toxunanlar təbii ki bərabərdir. AB üstəgəl AC 50-dirsə, deməli bura düşür 25, 25. AC parçasının uzunluğu soruşulur, elə 25 oldu. 24-cü sualımız hesablama sualıdır. 2,2 vurulsun C-nin yerinə qoyuruq 7, vur 5, A-nın da yerinə qoyuruq 3. Modul A olduğuna görə 3 yazdıq. Modul B. B-də 0,77. 0,77 ilə 7 ixtisar gedir, qalır 0,11. 0,11 ilə də 2,2 ixtisar gedir. Deməli, burada qalacaq 2,2-ni 220-ni bölürük 11-ə. 20. 20-ni 5-ə vururam 100, 100-də 3-ə vururam 300. Y ədədini 4-ə böldükdə qalaqda 3 alınır. 4-ə böləndə qalaqda 3 alınan ədəd olaraq mən 7 götürüm. Qoyum y-in yerinə 7. 49 plus 3 7, 21 plus 8, 78. 78-i 4-ə böləndə də qalıq qalacaq 1, 4, 3, 8, 9, 36, 2. Qalığımız qaldı 2. Alınan qalıq soruşulurdu. Doğru cavabımız 2. Bu da oldu son sualımız.